Dedik ki, aşiq sevənləri axmaq adlandırırdı. Sonra nə baş verir? Bu, yəni əsərin sonuna qədər bu aşiqin fikri elə belə də davam edir. Düşüncəsi belə davam edir. Nə baş verir yaxşı? Pərinə görə ona aşiq olandan sonra düşüncələri dəyişir. Aha, Pərini harda görür? Yuxuda. Yuxuda görür. Harda yuxuya getmişdi? Səv ağacının altındaydı. Ay, sağ ol. Aha, dedik Pərini görür. Pəri real insan obrazı idi. Xeyr. Bəli, real insan obrazı deyildi. Deyir, qaşları kaman, kipriyi ox. Bunu kim deyir? Və kimə deyilir? Buna Pəriyə deyir. Aha, kim deyir? Aşiq deyir. Aşiq deyir. Biz bu ifadəni bir də harda işlədəcəyik? Kimin dilinə işlədəcəyik? Bir də Pərinin dilinə işlədəcək, özünü təriflədiyi Aha, bir də Pərinin dilinə işlədəcəyik. Yaxşı. Məktubları kimin vasitəsinə göndərir? Səba göz yaşı vasitəsilə göndərir. Səba, Huş, göz yaşı. Ən sonuncu məktubu kim aparır? Səba aparır. Aha, Səba aparır.